Salam dostlar, herkes salamlayıram. Mən Ramiz Mehdiyevin kopyala yapışdır listəsindən danışmaq istəyirəm. Azərbaycan mediası yenə kopyala yapışdır məsələsinə keçib. Bu məsələ elə bir məsələdir ki, bu araşdırma məsələsidir. Maalesef Azərbaycan mediasında araşdırma yoxdur. Bədbəxtçiliyimiz bundadır. Bunlara bir listə gəlir. Adım kimi əminəm ki, bu Yahudi klanından gəlib. Azərbaycan hakimiyyətindəki Yahudi klanından gəlir hazır material. Çünki Azərbaycan hakimiyyətində bilirsiniz, Naxçıvan klanı, Ermənistan klanı, Rus klanı, İran klanı, İsrail klanı, bu İsrail klanından gəlir. Amaç budur. Devlətə, özəlliklə İlham Əliyevə sadiq olanları uzaqlaşdırıb özləri istədiklərini yapsınlar. Və bunlar da genəlliklə bunu hazırlayanlar da genellikle FETÖ ile zamanında işlemiş. Avrupa'da filan okuyarken de o kesimle iletişim kurmuş insanlardır. Gönderirler, Azerbaycan medyası da bunu çor-çoruna alır, yapıştırır. O listeye baktım. Ben Ramiz Mehdiyevdən en çok yazan jurnalistlerden biriyim ve ben gedin Xural gazetini kaldırın, bakın orada görəsiniz. Press postu götürün, bakın orada görəcəksiniz. Ben Ramiz Mehdiyevin qılıncının arxasını kəsəndə hələ 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanov məsələsində demişdim ki, Hacı Məmmədov məsələsi çıxanda. Yeganə qəzetiydim ki, yazmışdım ki, istəyirsiniz Ramiz Mehdiyevin qardaşının Qurt qapısındakı restoranın bir qazın, görün oradan nələr çıxacaq. Hətta Elşad Abdullayevin qardaşını axtararkən belə demişdim ki, bir Mahiri orada da araşdırın. Yazmışdım ve bundan sonra tabii ki başıma çok işler geldi. Ölkəni terk etmek günündə qaldım. Başkaları kimi evim olmadı, arabam olmadı. Ama bugün Ramiz Mehdiyevin yapıştır, kopyala yapanlar. Ramiz Mehdiyev sayesinde biznes kurdunuz. Ramiz Mehdiyev sayesinde gazetleriniz var. Ramiz Mehdiyev sayesinde özünüze, qohum əqrəbələrinizə evler verildi. Ramiz Mehdiyev sayesinde, Əli Həsənov sayesinde arabalar aldınız. Qadam ikisinin dörəyinə, ikisinin əleyhinə yazmışam. Ama bari hiç olmasa size liste gəlir. Onda bir araştırın da. Mesela mən o listede olanların ekseriyyətini bilirəm ki, Ramiz Mehdiyevlə yaxından uzaqdan əlaqələri yoxdur. Ziya Məmmədov Şirvan klanının başındaydı, özü klanın başındaydı. Ziya Məmmədovun kimlərlə işlədiyini hamımız bilirdi. Ziya Məmmədovun oğlunun bir yanlışını Ramiz Mehdiyev İlham Əliyevin masasına qoydu. Ziya Məmmədovun torbası tikildi. Listəni deyirəm. Zahid Oruz Ramiz Mehdiyevgillə çox iyi bir ilişkisi, münasibəti var, amma önceleri onun bir kere listesine düşmüştü. Sonraki dönemlerde Zahid Oruç başka birinin listesiyle meclise girdi. Abbas Abbasov dedi ki, ya arkadaş niye her zaman elə Şirvan bölgesinden ya da başka bölgeden gelen Yahudi iş adamları Rusya'da milyonçuda onlar önde durur. Bu elə mən bizimkiləri yığın bir ortama, mən olun bunların başında, Azərbaycandan və Qafqazlardan ihaleləri falan biz alaq. Ramiz Mehdiyev də bunu həzm etmədi. Çünki o işlə, bizneslə öyle keçincə Ramizin həm Moskvada düşürdü, həm də içeride bir siyasi şey artarsa ki, qadam Abbas Abbasovun ürəyinə. Ramiz Mehdiyevin öləcəkdi. Gitti torbasını dedi ki, hazırlaşırlar səni yıxmağa. Məlahət İbrahim qızını yazırsınız durmadan hamınız. Bu kadına Ramiz Mehdiyevin sifarişini elə sizin gazetlərinizdə. Bugün yazanlar. Əli İnsanovun adamı olarak yazmadınız mı? Bu kadın Ramiz Mehdiyevdən sonra 2 dəfə millət vəkili seçilib. Və Heydər Əliyevin də, İlham Əliyevin də döneminde her zaman yaptan önemli yerlerde olmuş biridir. Ve bunun Ramiz Mehdiyevin, çünkü o Naxçıvan klanında değildi. Mesela sahibə xanımı yazsanız, məclis başkanı, biraz o inandırıcı çıxar. Çünkü onun Slavyan Üniversitetinden tutmuş, sonra məclisin başına gəlməsinə qədər, indi sonra birilərini tapdı. Mesela Hicran Hüseynovanı yazsanız, bəli, Hicran Hüseynova Ramiz Mehdiyevin qızı yeganə ilə cici bacıydı. İndi o başkalarına göre biraz paşa evleri falan yaxınlaşmalara baxmıyor. Ramiz Mehdiyevin kadr olub bu kadın. Bilirsiniz, hamısından zəhləm gedir. Hamısı mənim üçün heç kimdir. Ama yazanda araştırın da arkadaşlar. Kim hansı xətlə gəlib ora çıxıb? Niye araştırmırsınız ki? İcra başçıları. Ya indi onlar el değişti, keçdilər o tarafa.
Bu icra və gedin Qubaddan icra başçısının ölüm səbəbini araşdırın. Hansı icra başçısı və hansı millət vəkili, qardaşı da zamanında Eldar Mahmudovun vaxtında KGB-də mavin işləyən kimlər ondan pul alıb Ramiz Mehdiyevə vermişdilər, adama vəzifə vermədilər, öldürdülər. Hə, araşdırmaq istəyirsiniz, belə araşdırın. Yoxsa aparatdan biri Zahid Orucu sevmir, biri Məlahət İbrahim qızını sevmir, biri Abbas Abbasov sevmir, biri nə bilim keçmiş nədir, Mədəniyyət nazirini sevmir, biri Xarici İşlər nazirini sevmir. Hə, alın bunu qoyun ora. DTX bilmir ki, Ramiz Mehdiyevlə işləyənlər kim olur? DTX bilmir ki, Ramiz Mehdiyevlə telefonla danışanlar kim olur? Siz Azərbaycan DTX-ını bu qədər mi sayırsınız? Siz elə başarısınız. Qaldı qəşəng söz deməyə. Onda İlham Əliyev də yazın listəyə. İlham Əliyev adama şərəf medalını verdi, dedi ki, şeydir, devlətimiz üçün çox böyük əmək var, xidmətlərinə görə şeylər. Həmin dönəmdə başda Əflatun Amaşov olmaqla media kapitanları, hamıları Ramiz Mehdiyevin kitabları çıxırdı qəzetlərinizdə səhifə-səhifə. Ki, mən sizi buna görə qınamıram, çünki devlətin ikinci adamıydı. Devlətə xidmət etdiyi üçün sizlər indi mən devlətçiyəm deyib adama, amma mən onun heç vaxt devlətə xidmət etmədiyini bilənlərdən idim. Mən sizdən çox bilirəm demirdim. Amma mənim o bir hissim var da, 6-cı hissim. Dediğim budur ki, arkadaşlar, kopyalayıp yapıştırmayın. Yapıştıranda cemaatin ölüsüne söydürürsünüz. Ayıp değil mi? Özünüze bir bakın ya. Rafael Allah verdiği sevgilisini alıp arvad ettiniz. Yeter be. Bir de Ermeni bütün servetini Ramiz Mehdiyev göndermişti siz onların yanına. Ramiz Mehdiyev hamınızı bir yere yığmıştı. Ya da kızlar, siz de Ramiz Mehdiyevin listesine, Kemalettin yok, Ramiz'in listesine məclisə girmemiş midir? İndi gazetlerinizde ayrıca həmkarlarınız hakkında informasiya yazdırırsınız. Etmeyin, eləmeyin. İnsan kimi çıxın, mesela Türkiye Cumhuriyetinde bu ölkənin Cumhurbaşkanı deyildi, Başbakanı deyildi, dedi kandırıldık. Normal. Bundan normal olabilmez. Adam falcı değil ki, bakıp ki bunun yanında devlete yaxşı xidmət edir. Ta onun iç yüzü ortaya çıxana qədər. Hamımız Türkiye'ye gələndən Azərbaycanla tədbirlərin hamısında rəhmətli Qəhrə Paşayeva ilə getdiyimiz bütün konferanslarda sonra bir baxdıq hamısını bir-bir tuturlar. Sən demə bunlar FETÖ'cüymüş. İndi biz FETÖ'cü muyduq? Tamam, mənlik bir şey yox idi. Mən indi tədbirdə Azərbaycanın malı keçirə alqış tutmağa gedirəm. Amma millət vəkillərimizin gəlib önlərində çıxış etdiyini bilirəm hamısını. Yəni bunlar FETÖ'cüydü. Bəli, Rəbiyyət Ramizin listəsində olub. Amma Rəbiyyətlə məclisdə söhbət edən millət vəkilləri, Cici bacı oturub söhbət edən millət vəkilləri Ramizin listəsində deyildi. Yəni bu listəsində girən, bunların hamısı haqqında mən zamanında çox yazmışam. Hamısını da bilirəm. Amma etmeyin ya, cemaate de araştırın. Size o aparattan biri gönderirler. Ben adım kimi əminəm ki, aparattan gelip. Adım kimi əminəm. Ama hemen adamların şəxsi məsələlərine göre bu Türkiye'de de oldu. FETÖ'cüler, ümumiyyətlə bu FETÖ'yle işleyen taktika genellikle İsrail lobbisine işleyen taktikadır. Onlar senin için rəqib olanı da fürsət yaranarken iftira at, uzaklaştır deyirlər. Etmeyin. Ve o listenin içerisinde bəli, ayrı-ayrı klanların insanları çoxdur. Amma bunların hamısı Ramiz Mehdiyevin klanı deyildi. Bunların içərisində Bəylər Əyibovla, bunların içində Kemalettin Heydarovla, bunların içərisində İlham Əliyevə sadiq olan, bunların içərisində Heydər Əliyevin, hər zaman Heydər Əliyevin komandasında özünü hiss edənlər var. Və olanlar var idi. Və buna görə içəridə hakimiyyətdə olmalarına rağmen əzilənlər var. İndi yazırsınız. Zahid Oruç da, Məlahət İbrahim qızı da Ramiz Mehdiyev vurulandan sonra 2 dəfə millət vəkili seçiliblər. Ramizin listəsindən girmişlər, niyə seçildilər? Və ki, Ramiz bunları bilirəm ki, zamanında bunların önünə qoyurdu. Ya Əli Həsən İnsanovla bağlı səhifə-səhifə eyni şeyi o zaman da yapıştırdınız. Verirdi Ramiz sizə, deyirdi alın qoyun. Heç olmasa oradan yola çıxın, bir araşdırın. Hamınız da hər şey bilirsiniz, hiçbir şey vermirsiniz. Hamınız Ramizin zamanında işləmişsiniz. Ramizlə işləmişsiniz. İndi də bir kısmınız Rusya ilə, bir kısmınız İsrail'lə, bir kısmınız İran'la, gerəkən də hamı ilə işləyirsiniz. Bir tek İlham Əliyevlə işləmədiniz. Bunu bilin. Bir tek, deyim sizə də, hamınız fırsat gözləyirsiniz ki, bu getsin İlham Əliyevi göndərəcəyiz deyən kəsimlər var. Xaricdə orada burada oturup deyirsiniz ki, İlham Əliyevi göndərib, nə bilim, Paşayevlər gətirsiniz. O qədər xəstəsiniz. Ve yine deyirəm, o insanları eleştirərkən doğru eleştirin. En azından özünüzə hörmətiniz yoxdursa, oxucularınıza saygınız olsun. Sizi izləyənlərə saygınız olsun. Bir de kişi qızı kişi oğlu olun. Adam bir şərəfi olar ya.
Adam mənə deyil, sizə ev, araba, şirkətlər, ihalələr, hər şeyi sizə dəstək verdi. Tamam, mən söyə bilərəm. Çünki mənə etmədiklərini buraxmadılar. Xəstə atamın qapısına polis göndərdilər. Amma sizə hər şey etdilər. Şərəfiniz olsun ya.